Əziz və hörmətli soydaşlarımız, hər vaxtınız xeyir olsun. Sizin hamınızı salamlayıram. Mən Eldar Qaradağlı. Qurtuluşun sözü verilişi ilə sizinlə birlikdəyəm və həftəlik verilişlərimizin demək ki, sırasını sizinlə paylaşırıq. Əziz soydaşlarımız, keçən verilişimizdə daha doğrusu Güney Azərbaycanımızın batı bölgəsində, yəni Urmuda, Urmu mərkəzli batı bölgəsində bu sistemin, bu rejimin hansı oyunları baş verməkdədir, onu çalışdıq ki, sizinlə paylaşaq, sizinlə başlayaq və bunu davam edirik. Urmu gölümüzü tamamilə qurutdular. Xalqımızı, millətimizi oradan uzaqlaşdırmaq üçün min bir türlü demək ki, çirkinliklər ortaya qoymağa çalışır bu sistem, bu rejim və təbii ki, orada olan bütün qızıl mədənlərimizi sümürüb və çəkib aparırlar. Bütün demək, yeraltı sərvətlərimizi sakitcəsinə, səssizcəsinə aparırlar Farsistana və millətimizi orada susuz qoymaqla, millətimizi orada kirli hava ilə üzbəüz etməkləri bir tərəfə qalsın. Millətimizi şiddətlə artıq bu dəfə faslaşdırma siyasəti ilə birlikdə kütləşdirmə siyasətini də ortaya qoyurlar və bu kütləşdirmə siyasətində təbii ki, bir narko terror şəbəkəsinin başçısını özləri ona edam vermiş və özləri ipdən çəkmiş və demək ki, bu günləri müqəddəslik donu, müqəddəslik köynəyi ona giydirməyə çalışan bir sistem, bir dövlət terrorizminə üzbəüzük. Və bunun başında əlbəttə ki, tək bir zindəşli deyil. Bunun başında çoxlu demək ki, zindəşlilər dayanıblar və rejim də olduqca zamanında vaxtında bunları tərbiyə etmiş, bunları demək ki, öz sistemi əsasında ələ almışdır və bu günlərdə şəbəkələrini, o qaranlıq şəbəkələrini genişləndirməyə çalışır və əlindən gələn pisliyi bu millətə, bu əziz Azərbaycan Türk millətinə etməkdə heç də çəkinmir və bu günləri biz bunun ikinci bölümünü danışacağıq. Dedik ki, zindəşli kim? Zindəşli bir narkotik terror şəbəkəsinin, cinayət şəbəkəsinin başını çəkən və 2014-cü ildə üzr istəyirəm, 94-cü ildə, yəni 1994-cü ildə demək ki, böyük bir qeyri-məhmuli ilə tutulmuş, edama məhkum olmuş və bu 175 kilo heroin. Ancaq evin zindanında bu demək, edama deyil, evin zindanından bunu çəkib çıxarıb və saxta bir adla, yəni Kəmal Şərifi Seydani adı ilə ki, bəlli olur 1980-ci ildə bu adam ölübdür. Demək ki, bunu göndərirlər Türkiyə və Türkiyədə böyük bir sərvət əldə etməklə çalışır ki, orada bölgənin, məntəqənin və İranın narkotik manşurutunu Türkiyəyə çəkib və demək ki, bu Əfqanistandan başlayıb Pakistandan və Pakistandan Bəlucistandan belə ta Şiraz və o bölgələrdən etibarən Azərbaycan və bu manşurutlardan ümumiyyətlə heroin, yəni Əfqanistanın, Pakistanın heroinini Sipahın və onun itilatı vasitəsilə Türkiyə və Türkiyədən də Avropa mərkəzinə götürsün və bu əlbəttə ki, belə bir şəbəkənin demək ki, tək başına olması mümkün deyil. Bununla birlikdə böyük bir şəbəkələr işbirliyinə girirlər və bu böyük şəbəkələr işbirliyində artıq demək ki, iş daha çox böyüyür və zindəşlinin ümumiyyətlə fəaliyyəti 2007-ci ildə çox parlaq bir şəkildə Türkiyədə gündəmə gəlir.
Bizim bu dediklərimiz, bizim sizinlə bu paylaşdıqlarımızın heç biri şey deyil, gizli deyil. Hamısı demək ki, hər kəs eləyə bilər bunu alsın. Necə ki biz internet vasitəsilə bunları ələ keçirdirik. Dostlarımızın hamısı da, soydaşlarımızın hamısı da eləyə bilərlər bunu alsınlar. Bunun itilaatı ümumiyyətlə Türkiyənin demək cəza qanunları çərçivəsində Türkiyənin savcılığından, Türkiyənin məhkəmələrindən üzə çıxan müstənəd xəbərlərdirlər və buna görə də burada dediyim kimi biz heç bir taza bir şey ortaya qoymuyoruz. Sadəcə sizinlə paylaşdıqlarımız bundan ibarətdir ki, bu Cümhur İslamın necə bu narkoterror şəbəkələrindən Azərbaycanımızın güney bölümünün Türkləşdirmə, üzr istəyirəm, kütləşdirmə və faslaşdırma sistemini, şəbəkəsini necə böyüsün və bunda da ümumiyyətlə necə bu narko terror cinayətkar insanların və şəbəkələrdən istifadə edir. Yəni, demək istəyirəm ki, bu rejimin ümumiyyətlə var vücudu və var oluşu cinayət üzərində qurulubdur. İndi bunlar gəlirlər 2 dənə, 3 dənə, 5 dənə mədrəsə qurmağının o tərəfdən də böyük təbliğatlar Tehranın şəbəkələrindən yayılır hər yerə və bu adamı demək ki, bu xəyyir cəmaətin önündə orada da uşaqlara açıqcasına deyir, bilirsiniz bunu kim qoydu, kim yaratdı, kim verdi sizə, nə uşaqlarda da bəli bilirik ki, bir cinayətkarı, bir uşaq bəbək qatilini, bir demək ki, uşaqların, cavanların, gənclərin həyatını, ömrünü çürüdən bir narkotik terror şəbəkə başçısını gətirirlər xəyyir bir insan kimin bu qavqa, bu millətə sürükləndirirlər. Demək ki, 2007-ci ildə nə olur? 2007-ci ildə bu Zindaşdə Türkiyənin Böyük Çəkməcə bölgəsində çox böyük bir heroin demək ki, qaçaqçılığına əl verir və bu heroin qaçaqçılığında tutulur və bunun daha doğrusu belə deyək ki, şəbəkəsi orada loğa gedir. Ancaq o şəbəkənin sadəcə loğa getməsi deyil, bəlkə bu şəbəkənin ümumiyyətlə sonralar daha fərqli bir metodlarda işbirliyinə girməsi məsələsi olur. Orada müəbbət yeyir, demək 3 dəfə müəbbət, yəni 3 dəfə əbədə məhkum olur. Niyə? Səbəb bu idi ki, sadəcə o deyil və ondan daha önəmlisi bu narkotik şəbəkəsinin, narkotik demək ki, manşurutunun yanında insan qaçırtma, adam öldürmə sifarişi vermək və beynəlmiləli və ya belə deyək, uluslararası şəbəkələrlə işbirliyi etmək, işbirliyi yapmaq və nəhayət budur ki, Avropa Birliyi tərəfindən bu adam demək ki, Interpola verilir. Adam Interpola verilincə zaten istər-istəməz Avropada sıxışır və gəlir Türkiyədə və Türkiyədə ümumiyyətlə bunun o 2 dəfə, 3 dəfə müəbbət yeməsi əsasında bir para, bir müadilələr üz verir. Necə müadilələr üz verir, nə cür, nə təhər? Bu qayıdır 2014-cü ilə. Bu 2014-cü ildə bu şəxs yenə böyük bir məmulə ilə və yenə cinayət bir demək ki, məsələsi ilə üzbəgöz olur. Və bu ərəfədə, Böyük Çəkməcədə böyük bir çatışma üz verir və o çatışmada bunun 19 yaşında qızı, yəni Arzu adında qızı demək ki, o çatışmada ölür. Və eyni zamanda şoförü də ölür və bu cinayət əsasında yenə bunun tutulur və bu səfər bunun tutulması ümumiyyətlə bunu göstərmiş olur ki, təkcə bunun işi narkotik məsələlərlə deyil, bəlkə çox geniş bir miqyasda bu hər hansı bir
demək ki, cinayət şəbəkələrinə, sistemlərinə bağlı bir insandır. Və bu məsələ demək ki, nəhayət bahis olub ki, bunun şərikləri də ki, o şərikləri də Türkiyənin ən böyük qaçaqçılarıdır. Bunlarla da onun irtibatları bəlli olur və nəhayət, daha doğrusu biz bunu gələn verilişimizdə də yine sizinlə axtaracağıq birlikdə. Yunan və Türkiyə gəmisində bunun iki şəriki ilə birlikdə tutulması və orada da milyonlar dolarla demək heroin qaçaqçılığında olması, o heroin qaçaqçılığında olması, heroin məhmuləsi ilə birlikdə tutulması bunun işini artıq bitirmiş vəziyyətə gətirir və o əsnadadır ki, demək ki, İstanbul məhkəməsi bunu artıq əbədi olaraq zindana məhkum edir. Amma o zindandan necə bu qaçır, o zindandan necə bunu qaçırdılar və o zindanda, o məhkəmədə necə bu təbriə olunur. Yəni, müəbbəd almış demək birisi necə zindanda təxliyə olunur. O məsələlər hamısı bu insanın nə qədər böyük şəbəkə sahibi olduğunu göstərmiş olur. Yenə demək istəyirəm ki, demək ki, Yunanistandan 5 ton heroin qaçaqçılığında bəlli olur ki, Zindəşdi 5 ton heroini şəriklərindən çalmış vəziyyətdə və ona görə də bunu şərikləri vasitəsilə də ölümə məhkum edirlər. Və bu ölüm məsələsi hər halda bir intiqam məsələsinə çevrilir və bu ümumiyyətlə Avropa baronlarının tərəfindən artıq ölməyə məhkum cəza alınmış bir şəxs kimin, bir qaçaqçı kimin tanınır və demək ki, bu məsələ hardan başlayır, nədən başlayır? Yenə dönürük Böyük Çəkməcəyə. Böyük Çəkməcədə bunun qızının ölməsi ilə, daha doğrusu bunun şərikləri bu məsələdə əlləri olması bəlli olur və o baxımdan da şəbəkə daha artıq qaçaq şəbəkəsi deyil, adam öldürmə şəbəkəsinə çevrilir. Ancaq burada Ergenekon, Balyoz kompaslarında bu adamın nə rolu vardı, bu adam rol oynayır və bu adamın FETÖ ilə bağlılıqları nədir, FETÖ ilə bunun bağlılıqları, bunları yenə deyirəm, gələn görüşlərimizdə, söhbətlərimizdə davam edəcəyik. Sadəcə son olaraq bunu demiş olum ki, bizim üçün yenə deyirəm ki, bu mafya işləri necə deyim, bir gündəlik məsələsi deyil. Bu hüquqi məsələdir, dövlətlərin məsələsidir və yeraltı məsələsidir. Amma bizi ilgiləndirən sadəcə bu şəxsin bu günləri Azərbaycanımızın güneyində rejim tərəfindən müqəddəsləşməsi məsələsi ortaya gəlir və bunu yenə təkrar edərək o qədər deməliyik, o qədər insanlarımızı başa salmalıyıq ki, 3 dənə, 5 dənə mədrəsə, məktəb və 1-2 dənə behtari yaratmaq deyil, bəlkə bu insanın əqəbəsinə baxmaq lazımdır. Bu insan demək ki, 18 yaşından bu qaranlıq dünyanın üzvü olubdur və 20 yaşında edama məhkum olubdur. 20 yaşında edama məhkum olan elə edam verənlərin öz əli ilə ölkədən çıxarılıbdır. Yeni kimlik və başqa bir ölkəyə orada heroin şəbəkəsi yaratmaq və İranın heroinini Türkiyə vasitəsilə Avropaya göndərmək. Bu günləri bu adam Urmuda gəlibdir, şahlıq edir. Bir daha hamıza can sağlığı arz edirəm. Gələn verilişlərimizə qədər sağ və səlamət qalın.